Deyirlər ki, uğurun sirri təkcə yaxşı ideyada deyil, o ideyanın keyfiyyətlə həyata keçirilməsindədir və biz bugün keyfiyyətdən də danışacağıq və başqa məqamlara da toxunacağıq, amma ən əsas da sağlam rəqabət verilişində sizi keyfiyyətə nəzarət, biznesin inkişafına məqamlar və eyni zamanda müştəri etibarı ilə bağlı maraqlı söhbət sizi gözləyəcək. Bugün qonağımız var sağlam rəqabətdə. Bakı Inspection Solution-un təsisçi direktoru Zülfüqar Hüseynov bugün bizimlə bərabərdir. Sağlam rəqabətdə xoş gəlmisiniz. Sağ olun, salam, xoş gördük. Necəsiz? Çox sağ olun, siz necəsiniz? Təşəkkür edirəm. Adətən həftənin sonuna yaxın ümumiyyətlə bu təsisçilər, direktorlar, rəhbərlər necə hiss eləyirlər özlərini? Bir hesabat xarakterli gün olur onlar üçün, yoxsa necə? Daha ağır. Mən deyərdim ki, bizneslə, bu sahə ilə məşğul olan, ümumiyyətlə xidmət sektoru ilə və yaxud da istehsalat sektoru ilə məşğul olan insanlarda həftənin əvvəli və axırı yoxdur. Yoxdur. Konkret olaraq hər gün yoxdur. onlar üçün. Necə ki, bankomatların üstünə yazılır 7-24, bizdə də elədir 7-24. Baxmayaraq ki, həftə sonuna yaxınlaşırıq, Qətiyyən istirahətə. hiss eləmirik onu bir mənalı şəkildə. Ümumiyyətlə sahibkarlıq bugünkü gündə elə bir mövzudur ki, o çox vaxtı bəzən belə bir söz deyirlər, öz işimi quracaqdım və mən rahat olacaqdım. Bəli. Amma insan əslində öz işini quranda daha çox məsuliyyətli olur və daha da başlayır anlamağa ki, mən kaş gedib maaşa işləyərdim. Əlbəttə ki, bu bir zarafatdır. Mən hamıya tövsiyə edərdim ki, ümumiyyətlə kiçik də olsa, orta da olsa, böyük də olsa, öz sahibkarlığı ilə məşğul olmağı mütləq bir şəkildə lazımdır. Yəni o ilk vaxtlarda bəli, indi maaşla kifayətlənən insanlar olur, amma sonradan əgər insan deyir başqa bir belə deyək də layihələrə imza atmırsa və yaxud da ki, hər hansı bir maaşın daha da yüksəlməsi üçün, əlavə qazanc üçün çalışmırsa deyir günah onun özündədir. Mütləq. Burada bir məqam yadıma düşdü. Biz çox vaxtı çaşdırırıq. Maaş ayrı bir mövzudur, qazanc ayrı bir mövzudur. Bəli. Əgər insan qazanc arxasınca getmirsə, diqqət eləsiniz, istər ədəbiyyatımızda, istər tariximizdə bir mənalı şəkildə bizə maaş haqqında heç nə deyilmir. Bizə qazanc haqqında deyilib. Maaş sonradan yaradan bir məfhumdur, bir sözdür. Yəni belə deyək də, nəysə feodalizm olur, filan olur, bəhmən olur, kapitalizm olur, sosializm də getdi və burada belə bir söz yaradırlar ki, bunu sizə maaş olaraq verəcək. Amma əslində hamımız qazanc arxasında gedirik. Həyatımızda qazandıqlarımız fərq eləməz, istər maddi, istər mənəvi dəyərlər bizim gələcəyimizi və keçmişimizi bildirən bir məfhumdur. Doğrudur. Biz istəyirik ki, bugün sağlam rəqabətdə Zülfüqar Hüseynovu daha yaxından tanıyaq. Əvvəla sahibkarlığa qədər bəlli bir yol qət etmisiniz. Mütləq. İstəyərdim, baxın, ixtisasınız nə olub? Mənə gəlir ki, dinləyicilər üçün də maraqlı və bu yola gələnə qədər hansı çətinliklərlə üzləşmisiniz və Bakı Inspection Solution belə bir şirkət yəni yaranıb və siz onun təsisçi direktorusunuz. Yəni istəyirəm ki, bir balaca bizim üçün bu yolu qısa deyəsiz. Olar. Bu zor formada təqdim edeyim. Mən Zülfüqar Hüseynov artıq 25 ildir keyfiyyət sahəsi ilə məşğul oluram. Bunun 8 ilini şirkət olaraq məşğul oluram. Təsis elədiyim bu şirkətin də əsas məqsədi Azərbaycanda və yaxud da ki, qıraqda olan inspeksiya, müayinə, adım bu cür ki, insanlara daha yaxın çatsın, bunları yoxlamaq və təhlükəsizliyin keyfiyyətini təmin eləməkdir. Düzdür, bundan da qabaq bu sahə ilə məşğul olmuşam. Yenə qeyd edirəm ki, 25 ildən artıq yuxarıdır ki, mən bu sahədə çalışıram. Hətta deyərdim ki, ali məktəbi bitirdikdən sonra ilk iş yerim olaraq yenə mən keyfiyyət sahəsində başlamışam. Nə ilə bağlı idi ki, sırf məsələn keyfiyyətə nəzarətdən daha çox siz belə zövq aldınız? İnsan ümumiyyətlə nədən zövq aldığını bəzən belə deyirlər, zarafat da oldu, bilmirəm həqiqətdir yoxsa zarafatdır. Deyir, insan 40-dan sonra bilir zövqün adını və ləzzətini, zövq sözünün mənasını. Amma insan bir işə başlamalıdır, bir şey yaratmalıdır və yaradandan sonra özü ondan zövq alır. Ümumiyyətlə, keyfiyyət sahəsi o qədər bir geniş bir anlamdır ki, biz bu sahədən oturub saatlardan söhbət eləyəcəyik, amma tamaşaçıları da yormaq istəmirəm bu barədə. Keyfiyyətə nəzarət bir mənalı şəkildə hətta evdə bişirilən yeməkdən belə böyük bir tikintidə, böyük bir sahədə, bugün hal-hazırda gördüyünüz kimi Azərbaycanda tikilən bütün qurğuların hamısında lazım və bir mənalı şəkildədir.
Hətta mən belə bir deyərdim ki, araşdırmalarım onu göstərir ki, verişdən öncə biraz sizdən söhbət elədik. Ondan da qabaqda görüşmüşdük, danışmışdıq bu barədə. Keyfiyyətə nəzarət sahəsində o qədər bugünkü gündə boşluqlar var ki, mən sizə bunu statistika ilə deyərəm ki, nə qədər texnogen qəzalar baş verir. Hətta bu belə deyək də bir gizlədilən bir rəqəm deyil. Bizim misal üçün də Fövqəladə Hallar Nazirliyinin girib rəsmi saytından da götürmək olar o rəqəmləri, statistikanı hər bir əhalidə çatır. Yəni uzaqda deyil bu. Aha. Təsəvvür edin ki, son 1 il ərzində tutaq ki 650-dən yuxarı ancaq insan qəzası baş verib. Bunun 75-i ölümlə qurtarıb. Biraz ağır mövzudur bu da. Son neçə ildə dediniz? 1 ildə. Son 1 ilin hadisəsini deyirəm aslında. Təsəvvür edin ki, və bunu da misal üçün götürmən də aşağı-yuxarı ola bilər ki, orada rəqəmlər 3-5 aşağı-yuxarı ola bilər, amma belə deyək ki, statistikan rəqəmlər bundan ibarətdir. Və baxırsan ki, bunların böyük əksəriyyəti texnogen qəzalardan baş verir. Texnogen qəzaların kökündə isə bir mənalı şəkildə keyfiyyət dayanır. Təsəvvür edin ki, hara bağlanır? Misal üçün, təhlükəsizlik, o da keyfiyyətə bağlanır. Ekologiya, o da keyfiyyətə bağlanır. Hamısı düzdür, bunlar bir bölümdülər, ayrı-ayrı bölümlərdirlər. Amma vahid şəkildə biz bunu qeyd eləmək istəsirik. Mən buna misal gətirə bilərəm sizə ki, daha ümumiyyətlə tamaşaçılar üçün də aydın olsun. Bəzən keyfiyyət deyəndə elə bilirlər ki, ancaq elə yediyimiz məhsulun da keyfiyyəti önəmlidir. Ya, mən demirəm önəmsizdir. Geydiyimiz paltarında, oturduğumuz stulunda, binanın da hamısını. Siz indi media işçisiz, radiodasınız, yəqin ki, məndən daha tez-tez rastlaşırsınız. Hər ay nə qədər qəza baş verir Bakıda və ətraflarda eşidirik. Sosial şəbəkələrdə çıxır və görürük, istəyir yollar, istəyir binalar, istəyir yanğınlar, istəyir hamısı. Birbaşa keyfiyyətlə əlaqədardır. Mən bunu misal olaraq deyim ki, tamaşaçıya aydın olsun ki, söhbət nədən gedir? Tutaq ki, mən bir yaşadığım mənzil, yaşadığımız mənzilin axırıncı dəfə nə vaxt yoxlatdırmışıq? Yaxşı sualdır. 95%-dən yuxarı deyərdim ki, heç birimiz. İçi mən qarışıq. Yəni ki, bu bir ritorikada olsa mən bunu deyərəm ki, heç birimiz. Biz güvənirik ki, məsələn, hər hansı bir alqı-satqı zamanı və yaxud da ki, hər hansı bir daşınmaz əmlakla bağlı bizim belə deyək, məqamımız gəlib çatanda o mərhələyə, biz güvənirik o şirkətə. Gəlin razılaşaq. Bu binanı kim tikib? Bu binanın hansı şirkəti? Bizə o brend əsasdır da, belə olur da, əsasdır. Və indi şükür Allaha ki, yəni bəzi şirkətlər haqqında məlumatları əldə etmişik. Məsələn, hansı daha keyfiyyətli binalar yəni tikir, hansı şirkət daha çox seçilir indi hal-hazırda bazarda, bunu bilirik. Amma indi bu artıq şirkətə bağlı bir şeydir. Bu müştəriyə bağlı bir şey deyil axı ki, biz yaxşı, gəlin mən artıq bina tikilib və təhvil verilib ev və biz bundan sonra yəni mən onda sizə sualı belə verim də, yəni diskusiyamızı bu cür davam etdirək də. Siz fərdi olaraq hansısa bir şirkətə etibar edirsiniz. Bir məhsul alırsınız, həmin şirkətə etibar edirsiniz. Əlbəttə şirkət etibarı nə üzərində qurur? Yenə də keyfiyyət üzərində qurur. Məmnunluğun, bəli. Yenə də keyfiyyət üzərində qurur. Əgər o şirkətin keyfiyyət göstəriciləri aşağıdırsa, siz ona inanmayacaqsınız, etibarınız da olmayacaq. Və var hal-hazırda belə şirkətlər. Amma bəzi şirkətlər də var ki, bəli, bizim onun keyfiyyətinə etibarımız var. Bəli, biz inanırıq ki, o keyfiyyətsiz məhsul istehsal eləmir. İndi mən bir sual verəcəm. Hardasa bir balaca bir yumor kimi səslənəcək mənim bu sualımda. İndiyəcən radio dəvət elədiklərinizdə və yaxud da həyatda gördüklərinizdə kimsə deyib, mənim şirkətim keyfiyyətsiz iş görür. Xeyr. Maraqlıdır, düzdür? Xeyr. Heç kim demir. Və yaxud da ki, amma keyfiyyətdən çox danışırıq. Amma keyfiyyətdən biz çox danışırıq da. İndiyəcən aldığımız hər hansı bir məhsulu, şəxsən özümüz aldığımız bir məhsulu inandırmağa çalışırıq ki, mənim aldığım məhsul daha keyfiyyətlidir. Biz öz-özümüzü inandırırıq. Rəqəmlə desəm daha çox səslənər, bildiyiniz kimi. Keyfiyyət göstəriciləri bu yanğınların baş verməməsidir, bu texniki məqamların bütün texnogen qəzaların kökündə bir mənalı şəkildə. Bax, bunu bu cür görsək daha düzgün çıxar. Yəni, aydın olar tamaşaçıya da, dinləyiciyəmizə də. Mən çox vaxt YouTube kanalında çıxış edirəm tamaşaçı, ona görə radioda iştirak edəndə dinləyici demək lazımdır. Narahat olmayın. Təsəvvür edin ki, bunu biz götürək 3 dənə məqamı. Keyfiyyət birinci,
qoruyur insanı. İkinci keyfiyyət qoruyur ətraf mühiti. Üçüncü keyfiyyət qoruyur maliyyəni. Təsəvvür edin ki, bu 3 dənə məqam üçü bir yerdədir. İnsan faktoru, ətraf mühit faktoru və maliyyə faktoru. Yaxşı, onda bir sual yaranır. Siz pulunuzu itirməyə hazırsınız. Mən buradan üzümü kiçik və orta, böyük bir sahibkarların hamısını üst tutub deyirəm. Əgər pulunu itirməyə hazırsansa, onda ürəyin nə cür istəyirsə o cür də elə. Bir məsələ var ki, indi o maliyyənin adını çəkdiniz deyə söyləyirəm. Bəzi var keyfiyyətə nəzarət yəni şöbələri də və bu şirkətlər bəzən o maliyyə hesabına əlavə xərc yəni istəmirlər ödəsinlər. Yəni düşünürlər ki, razısınız da əlavə xərc onlar üçün əlavədir. Hətta onu belə deyirlər. Mən sizə deyim də, onda da mən tez-tez rastlaşıram bundan. Bunu qayda deyirlər ki, keyfiyyət özü bir xərcdir. Mən isə qayda deyirəm ki, keyfiyyət özü bir xərc yox, keyfiyyət xərcin qarşısını alan bir maliyyə vəsaitidir. Bəli. Rəqəmlə deyəcəm bunu, yəni tam əminliklə deyirəm, yəni bugünə qədər təcrübəmdən, ətrafdan, yenə deyirəm də, sosial şəbəkə statistik məlumatlarla da oldu. Yəni, bugün Allaha şükür hər şey əl çatandır. Nəysə məlumat almaq istəyiriksə, 5 dəqiqə, 10 dəqiqə o məlumatı əldə edirik biz. Doğru. Təsəvvür edin ki, 100 minlik, yəni mən sizə kiçik və orta bir dənə nümunə gətirəm. 100 minlik bir ev. 100 minlik bir evin keyfiyyət xərci cəmcümlətanın 5%-dir. Təsəvvür elə, bunun 5 milyon, belə mən onu pulla olaraq, vahidlə deyirəm ki, tamaşaçı bunu, bilirsiniz, bəzən belə çıxışlar eləyirlər və danışırlar ki, misal üçün də statistik məlumatları rəqəmlə demirlər, rəqəmlə deməyəndə avtomatik olaraq insanlarda bir çaşqınçılıq yaradır. Yəni, bu günləri Bakı və Bakı ətrafında, fərq eləməz Azərbaycanda, orta kiçik bir evin qiyməti 100 mindir. Razısınız da mənəndə. Mən demirəm ki, yarım milyonluq evlərdən danışmıram ki, bina evindən söhbət. Bina yox, sizə deyirəm ki, bir 2 otaqlı, bir 3 otaqlı bir mənzil tikdirəcəksiniz. Misal üçün deyirəm də, tutaq ki, Suraxanada mən bir ev tikəcəm. Mən Suraxanada, misal üçün deyirəm, indi dinləyici birdən səhv tutar ki, yox, onun qiyməti bu deyil, altdan da komment yazacaq ki, sən qiyməti düzgün demədin. 5% onun keyfiyyət xərcini biz xərclədiyimiz zaman təsəvvür edin ki, 70%-ə qədər qənaət etmiş oluruq. Maraqlı rəqəmdir, düzdürmü? Əlbəttə. Təsəvvür edin, söhbət burada gedir 10-15 dəfə. Yəni, belə deyək ki, kağız üzərində yox, mən bunu əyani olaraq onu sübut edərəm. Yəni, mən və mənim timsalımda olan keyfiyyət işçiləri, söhbət ondan getmir ki, burada mən danışıram, başqa keyfiyyət işçiləri bu sözü deyə bilməzlər. 10-15 dəfə sən bu xərcin qarşısını almış olursan. İndi hal-hazırda vəziyyət indi siz deyə bilərsiniz, necədir? Yəni, şirkətlər hal-hazırda əlavə xərc, əlavə, belə deyək də, maliyyə hesabına keyfiyyətə nəzarət eləyə bilirlər. Yəni, onlar düşünürlərmi ki, yaxşı qazanc gətirəcək bu? Qoy bu qədər. Necə də bir sualdır. Siz məni məcbur edirsiniz ki, mən bundan hamısını deyəm. Siz bu işin içindəsiz və bu bazardasınız. Bazarda bugünkü gündə vəziyyət o qədər də ürək açan deyil. Yəni, tam səmimi desək. Bəli, şirkətlər var ki, misal üçün də böyük şirkətlər var ki, mən ad çəkib onları reklam eləmək istəmirəm. Təbii. Amma məsələ olsun ki, böyük şirkətlər var ki, bu günləri keyfiyyətdə buraxdıqları, qoyduqları xərc, bu cür deyək, investisiya, onlar bir mənalı şəkildə başa düşürlər ki, bu onların xərci deyil. Bunlar bayaq qeyd etdiyim kimi həm insan, həm ətraf mühit, həm də ki, maliyyənin qoruyurlar, öz maliyyələrini qoruyurlar. O da ondan irəli gəlir ki, həmin şirkətlərdə çalışan mütəxəssislər bunu çox yaxşı başa düşürlər. Amma bu cür şirkətlərin əgər faizlə düşsək, aşağı-yuxarı 20%-dir. Aha. Deyəcəksiniz ki, yaxşı da biz bu rəqəmləri hardan çıxartdınız? Mən yenə bayaq qeyd elədim. Kim deyir ki, mənim ayranım tuşdur? Amma proqramımızın da adı sağlam rəqabətdir və siz öz rəqiblərinizi də tanıyırsınız. Təbii ki, ona görə bu rəqəmləri rahatlıqla deyə bilirsiniz. Yəni ki, tanıyıram. Hətta bir qeyd edeyim ki, Baku Inspection Solution olaraq özümün YouTube kanalımız var və YouTube kanalımızın adı Mütəxəssis Ol kanalıdır. Və Mütəxəssis Ol kanalında artıq mən 3-4 ildir müəyyən ixtisas sahiblərini, mühəndisdən, canım sənədisin deyir, o müəllimindən, peşə sənətindən, ümumiyyətlə, müxtəlif insanlar dəvət eləmişəm və son zamanlar həmin YouTube kanalımızda mən mütəmadi olaraq hər ay öz çıxışlarımı və bugünkü aktual məsələlərdən danışıram.
Və bu barədə kifayət qədər mənim mat texniki bazam var. Yəni mən bunu öz başından da kimsə qayıdıb deyə bilər ki, yaxşı sən bu rəqəmləri hardan çıxardırsan? Mən sizə bir məsələ deyim ki, personalın kvalifikasiyası deyilən bir söz var. Keyfiyyət kvalifikasiyası deyilən bir söz var da. Bu günləri personalın kvalifikasiyası bizdə hələ heç orta səviyyəyə gəlib çatmayıb. Və gördüyünüz bütün bu texnogen qəzaların, gördüyünüz bu xətaların baş verməsinin səbəbi gəlib bura çıxır. Onda belə çıxır ki, mütəxəssis bizdə boşluğu var. Aha, indi bu yerinə gəlib çatdıq, ona görə də deyir o. Bəlkə bu barədə birazdan danışaq. Olar. Reklamlar bizi gözləyir. Mən indi istəyirəm dinləyicilərimizə bir daha xatırladım ki, radionu aça bilərsiniz, Sağlam radionu 93 FM-i və belə bir maraqlı şəxsin söhbətlərinə qulaq asa bilərsiniz. Mən sizə deyim ki, bəli, bu söhbətlər birazdan da davam edəcək. Bugün keyfiyyətə nəzarətdən danışırıqsa, Bakı Inspection Solution şirkətini xüsusi vurğulamaq lazımdır. Hələ birazdan biraz da araşdıracağıq, görək bu şirkət ümumiyyətlə necə özü keyfiyyətə nəzarət edir və onlar üçün bu nədir? Əlavə gəlir qazanmaq üçün doğrudan da o keyfiyyətə bir qazanc ortaya qoyurlarmı, sərmayə yatırırlarmı, investisiya belə deyək və bunların hamısını bir-bir öyrənəcəyik. Yəni uğurlu biznesin bunlar hamısı sirləridir. İndi birazdan təsisçi direktor Zülfiqar Hüseynov o sirlərdən bəzilərini sizə açıqlayacaq əziz dinləyicilərimiz. Mən istəyirəm ki, əlaqə saxlamaq üçün onunla 055 290 45 55 mobil nömrəni qeyd eləyəsiniz. Bir daha siz Zülfiqar bəy deyə bilərsiniz əlaqə nömrənizi. 055 290 45 15 45 15 055 290 45 15 bu nömrə ilə əlaqə saxlaya bilərsiniz. Ola bilər ki, bax bizə biraz əvvəl nədən danışdıq? Kadr çatışmazlığından, yəni burada da bir boşluqlardan danışdıq. Ola bilər ki, siz də bir mühəndis kimi yetişmisiniz və bir çox şirkətlərdə, tikinti sektorunda çalışmısınız və iş axtarırsınız. Niyə də olmasın? Müraciət edə bilərsiniz və eyni zamanda bəli, sizə yaxından köməklik göstəriləcək. Və biz söhbətimizi davam etdirək Zülfiqar bəylə. Deməli, harda qalmışdıq Zülfiqar bəy? İxtisas, mütəxəssis kadrda. Yəni bir mütəxəssis boşluğu yaşayırsınızmı? Yaşanırmı ümumiyyətlə? Yəni ki, yaşanır. Mən sizə bu cür istəyərdim ki, izah edeyim və yaxud da ki, araşdırmam nəticəsində bütün məlumatları. Əslində, keyfiyyətə nəzarət məsələsində mən demirəm, yəni ki, bölümlər çoxdur. Şəxsən mənim öz araşdırmamda və bölümlərimdə məsələ 5 yerə bölünür. Bunun birinci məqamında, birinci yerində kadr, personalın ixtisası və mütəxəssis olmasından gedir söhbət. Yəni bu çox belə ciddi bir məqamdır. Təsəvvür edin ki, mütəxəssisin zəif olması və yaxud da mütəxəssisin olmaması bildiyiniz bütün problemlərin əvvəldən gətirir. Məşhur belə bir söz var. Bir gün gəlirlər Napoleonun yanına, deyirlər ki, bəs döyüşü apara bilmirik. Qayıdır deyir ki, niyə? Deyir, bunun 49 səbəbi var. Deyir, birinci səbəb nədir? Deyir, bartımız qutarıb. Deyir, onda 48-in saymaq. Yəni, əsasındır. Əsas, yəni birinci başlayır burada kadr məsələsi. Təsəvvür edin ki, bu günləri nə qədər süni intellekt inkişaf eləsə də, AI inkişaf eləsə də, əgər kadr çatışmamazlığı və kadr bilikləri insanların da kvalifikasiyası olmasa, biz süni intellektdən heç nə əldə edə bilməyəcəyik. Mən demirəm, amma süni intellekt pisdir. Yox, süni intellekt əladır, bizim işlərimizi sürətləndirir. Və bunun ikinci yerində isə məsələn yanır standart. Təsəvvür edin ki, bax biz sizlə hal-hazırda söhbət edirik də. Yazılan səs standartdandırmı? Bəli, bunun standartı var, veriləndir. Otağımız standarta uyğundurmu? Bunun standartları var, səs boğucu, filan olmasın. Və yaxud da ki, rəqamsal sistemin özü standartı. Hətta əyləşdiyimiz stolun belə, əlimizi qoyduğumuz stolun belə özünün standartı var. Maraqlı səslənir, elə deyilmi? Təsəvvür edin ki, bunların standartları bilməmək və yaxud da standartlara riayət eləməmək bir mənalı şəkildə yenə də aparır həm məhsula, həm tikintiyə fərq eləməz. Hamısında qəzaya və yaxud da fəsada səbəb olur. Bu ikinci məqamdır. Üçüncü məqam isə burada bir mənalı şəkildə mən hətta bu yaxınlarda sosial şəbəkələrin birində beləncə bir statusda paylaşmışdım. Bizim təsisatçılarımızdır. Yəni təsisatçılar məndən inciyəcəklər. Deyəcəklər ki, mən hətta bunu belə yazmışdım ki, Pythona təsisatçıya baxır. Zəng edir məndən deyir ki, mismar istəyir. Deyirəm ki, bunun standartı budur. Deyir, əşə plastirin də gedər. 18-də yapışdırır da.
Yəni tədqiqatçıların özləri də nə istədiklərini bilmirlər. Təsəvvür edir ki, bir sahibkardır, bir iş görür. Bir bina tikir, bir ev tikir, fərqi yoxdur, bir təmir işi görür. Adam tədqiqatçıya deyir ki, mənə filan malları al. Konkret. Bəli. Bəli, bazarda başlayır ən ucuz məhsulun alınması. Tədqiqatçı bu işdən xəbəri yoxdur. Və yaxud da xəbəri varsa da ancaq qeybətdən xəbəri var. İnciməsinlər məndən tədqiqatçılar. Çox bu barədə forumlar keçirdirlər, tədqiqat zəncirləri, belə filan. Mən neçələrlə görüşmüşəm, söhbət eləmişəm. Özləri də etiraf edirlər ki, bizim ümumiyyətlə bu sahədə bir təcrübəmiz yoxdur. Bizə bunu deyən yox. Mən ancaq misal üçün standartın adını bilirəm. Mən buna. Yəni bu saydığım 3 məqam və 4-cü məqam isə ondan ibarətdir ki, bir mənalı şəkildə sürət və keyfiyyət. Adam nə istəyir? Gündə istəyir ki, 1000 dənə məhsul istehsal eləsin. Adam nə istəyir? Gündə istəyir ki, misal üçün 1000 kub beton töksün. Misal üçün 50 metr qaynaq eləsin. Burada sürət və keyfiyyətin balansını qorumaq məsələsi var. Yəni ikisi həmişə eyni məqamda işlərini başa çatdıra bilirlər. Mən deyərdim sizə ki, əgər sürəti qabağa aparsaq, keyfiyyəti geriyə versək, mən ona görə deyirəm. Bayaq qeyd elədiyim kimi bir 10-15 dəfə ziyana gedəcək. Yox keyfiyyəti biz qabaq vermiş olsuq və sürət azaltsıq. Bu dəfə biz məhsulun sayını və yaxud işin gedişatını azaldacaq. Ona görə də 5-ci məqamda nə dayanır? Yüksək riskli qiymətləndirməli obyektlər və orta və aşağı qiymətləndirməli. Bu formada deyim ki, başa düşülən olsun. Tutaq ki, hər hansı bir məhsuldur. El dili ilə danışaq ki, biraz dinləyiciyə də yaxın olsun da qayıtsın üçün. Mən gedirəm özüm üçün bir kubik almağa, daş almağa karxanadan. Bəli. Mənim tikdiyim əgər zabordursa və yaxud da buna deyirik hasar. Mən hərdən o sözləri özümlərə deyirəm ki, yox, düzəldirəm sözləri. Allaha şükür Azərbaycan dilinə bir problemim yoxdur. Və nəticədə nə yaranır? Baxır ki, mənim tikdiyim hasarın təyinatı hara üçündür? Hara üçün nəzərdə tutulub? Bəli, bunun təyinatı hara üçün nəzərdə tutulub? Misal üçün, mən orada aşağı kriteriyalı hansısa bir daşdan istifadə edirəmsə, bu heç o qədər bir qorxulu bir şey deyil. Yox, əgər mən orada yüksək bir kriteriyaları məqamlar üçün istifadə edəcəmsə, onun keyfiyyətini mütləq mən yoxlatdırmalıyam. Bax, indi bizdə bu soru. Yəni, dediyim bu 5 ardıcıllıq, 5-i də hamısı yenə gəlir, dayanır, söykənir kadra. Əgər başda kadr yoxdursa, əgər 0 varsa, əvvəlində 1 yoxdursa, nə qədər 0 düzürsən, hamısı 0-dır. Bütün bu sadaladıqlarımız bir nüfuzlu şirkətin hal-hazırda bazarda özünü, necə deyərlər, saxlamasıdır ayaq üstə. Mütləq şəkildə. Yəni, bunlar hamısı olmalıdır. Bu sadaladıqlarımız mütləq şəkildə elə bir bünövrəsini qoyur şirkət. Belə demək olar da. Bu formada deyək ki, məlumat üçün deyim ki, şirkətlərin çoxlarında beynəlxalq standartların ISO keyfiyyət idarə etmə sistemi qurulur və bugün Azərbaycanda bu sürətlə inkişaf edir. Amma nə sürətlə inkişaf edir, o məqamı var. Biz kağız alırıq, yoxsa həqiqətən o sistemi qururuq? Kağızımız var, yazılıb bizdə. Divara da yapışdırmışıq. Hətta mən şirkətlər görmüşəm ki, onu A4 yox, nə bilim, neçə formatda çıxardıb divarlarını da yapışdırırlar ki, bizdə bu sertifikatlarımız var. Amma bizim keyfiyyət idarə etmə sistemimiz var, amma keyfiyyətə nəzarət adında orada bir anlam yoxdur. İndi deyəcəksiniz ki, ancaq misal üçün bunun pis tərəflərindən tutardan. Yox, yaxşı tərəfləri də var. Mən bayaq qeyd elədiyim kimi, şirkətlər var ki, o qədər dəqiqliklə bu məsələlərə yanaşırlar ki, keyfiyyətə nəzarət məsələsinə yanaşırlar. Xüsusilə də ki, yüksək təhlükəli potensial obyektlərdə bu bir mənalı şəkildə lazımdır və vacibdir. Söhbət gedir neft-qaz sektorundan, söhbət gedir ümumiyyətlə aerodinamikadan, söhbət gedir ümumiyyətlə çənlərdən, yəni yüksək təhlükəli potensial obyektlərdən, söhbət gedir ümumiyyətlə yaşayış binalarından. Yaşayış binaları demişkən yadıma deyir, o bir əhvalat düşdü, onu da danışım. Buyurun. Bir yoldaşlardan biri xahiş elədi, bir tikinti ilə məşğul idi, yəni özünə şəxsi bir tikinti tikəcəkdi. Nəysə, məndən xahiş elədi ki, bəs bir tikintiyə bir baş çəkək, sən də orada öz fikirlərdir. Və orada bir tikinti şirkəti var, indi ad çəkməyəcəm və mən ona dırnaq arası tikinti şirkəti deyirəm. Bu yoldaşdan kifayət qədər pul alıb ki, bunun üçün bir şəxsi ev tikəcək. Mən adama izah edə bilmədim ki, sənin tökdüyün beton, armatur
ümumiyyətlə heç biri uyğun deyil. Bu adam mənə deyir ki, nəyə uyğun deyir? Deyirəm, düz deyirsən. Sən bilmirsən axı nəyə uyğundur. Sən standartı bilsəydin, o sualı mənə verməyəcəkdin. Təsəvvür edin, acı da olsa, bugün minlərlə elə evlər var. Mən bayaq qeyd elədim, hansımız axırıncı dəfə yoxlatdırmışıq ki, sən Allah bir gərginə baxkına, misal üçün də bir 400-500 manat, 1000 manat xərc çəkimdə bir dənə buranı yoxla ki, bunun keyfiyyəti nə yerdədir, bunun kabeli nə yerdədir, belə deyək də, bu cəryan nə yerdədir, beton nə yerdədir. Yaxınlarınız çox tez-tez sizdən soruşurlar bunlara, məsələn. Nəyə ki, tez-tez demək olar ki, hər gün. Və yaxud da ki, təsadüfən getmisiniz, məsələn, qonaqsınız, oturmusunuz, istirahət eləyirsiniz, amma yenə də bu içinizdəki o, yəni təsəvvür edin ki, getdiyim yolda belə, biraz bir gülməli də çıxsa, o kanalizasiya qapaqları var. Ona can fikir verirəm ki, bax bunun belə olması düzgün deyil. Narahat eləyər bu sizi, amma mən elə gəlir ki, çünki insan yəni hər şeyi çox bilmək də yaxşı şey deyil. Mən deyərdim ki, hərdən bilməməzlik daha yaxşıdır. Hətta o qədər narahat edir ki, hərdən dözə bilmirəm. Bir dəfə rayonlarımızın birinə gedirik, dediniz yadıma düşdü və yolda qaz xətti çəkirlər, kəndlərin birində də qaz borularını çəkirlər və qaz borularında qaynaq işləri gedir. Mən xahiş elədim ki, yoldaşdan ki, sən Allah maşını saxla, düşdüm aşağı, yaxınlaşdım bu qaynaqçıya, deyirəm ki, sən nə edirsən, deyir, qaynaq edirəm, deyirəm, axı sən düz eləmirsən və başladım bundan bir 15 dəqiqə söhbət elədim və bunu belə, bu birdən ayırdı, qayıtdı ki, siz kimsiz, qayıtdım ki, yoldan keçən bir vətəndaş. Qayıtdı belə, mən də elə bilirəm də yuxarıdan yoxlama gəlib, gedişinə məşğul oluna qoy işimi davam edeyim. Təsəvvür edin ki, və həmin... Elə bunlar yıxır da bizim evimizdə. Bəli, həmin yaxşı tərəfi nə oldu? Yaxşı tərəfi oldu ki, bunun sahə rəisi də həqiqətən də gəldi, çıxdı. Hər adama desək ki, gedişinlə məşğul ol, bu da oradan da elə... Gəldi, çıxdı və dedi ki, düz deyirsən, etiraf elədi, dedi ki, düz deyirsən və çalışacaq ki, onu düzəldək biz. Yəni, söhbət gedir evlərə çəkilən qaz xəttlərinin, boru xəttlərinin qaynağından. Təsəvvür ediyorlar. Bu o qədər vacib bir məqamdır ki, yəni bu məqamda şəxsən mən özüm deyirəm də, etinasız qala bilmirəm ki, necə ola bilər? Sən bunu eləyirsən, başa düşmürsən ki, bir dənə balaca qəza, fəsad, yüzlərlə evin qazsız qalmağı bir yana dursun. Oradan keçənə zərər vuracaq. 2, ətraf mühitə 3, yəni sən bunları görə bilmirsən, bir qaynaqçının kvalifikasiyası olmamasından irəli gəlir. Məsələn, budur. Mən bir daha xatırladım. Bugün Bakı Inspection Solution şirkətinin təsisçi direktorunu dəvət etmişik. Sağlam rəqabətdədir o. Zülfüqar Hüseynov və keyfiyyətə nəzarətdir bugünkü mövzumuz. Güclü rəqabət var hal-hazırda, bilirsiniz, tikinti sektorunda, ümumiyyətlə hər yerdə və biz indi tikinti ilə bağlı daha çox danışdığımıza görə maraqlıdır ki, məsələn, güclü rəqabət şəraitində keyfiyyəti qorumaq Zülfüqar bəy üçün, şirkət üçün nə qədər çətindir, nə qədər onlar bunun öhdəsindən gələ bilirlər. Çünki qiyməti aşağı salmaq da olmur. Burada bayaq söylədiniz, qəşəng balansı qorumaq məsələsi var. Sürətli təhvil verməlisən işi, keyfiyyəti nəzərə almalısan. Bu çox çətindir və sonuçta da müştəri məmnuniyyəti qazanmalısan. Görün nə qədər istəklər çoxdur. Əlaqə saxlamaq üçün bir daha xatırladacağım sizin üçün. Müraciət eləyə bilərsiniz bu şirkətə 055 290 45 15. Təkrar edirəm, 055 290 45 15. Zülfüqar bəy, sosial mediada necə gedir sizin? YouTube səhifənizi bildim, qəşəng maraqlı adı var. Mütəxəssis. Bəs mütəxəssis ol. Yəni ki, bir mənalı şəkildə. Mütəxəssis ol. Nə olursan ol, mütəxəssis ol. Bəs Instagram səhifəniz, digər səhifələr? Baku Inspection Solution. Bu cür. Bu cür formada saytımız bisbaku.az. Yəni ki, bu formada gedir və digər sosial şəbəkələrdə Facebook və yaxud da LinkedIn digərlərinə eynən Baku Inspection Solution adı bu formada gedir. Davam edirik, sizə sual gəlib. Sağlam rəqabət. Ən böyük yarış həyatın özüdür. Soruşur dinləyicimiz 1685. Müştəridən gələn ən maraqlı rəy sizin üçün hansı olub? Ən maraqlı rəy. Gözləməmisiniz bəlkə də o rəy. Nə maraqlı sual verdi. Maraqlı rəylər çoxdur, ancaq bir neçəsi var ki, yadımda qalıb. Mən onlardan birini demək istəyirəm. İşi yoxlamışıq, təhvil vermişik və adam özü deyib ki, bizə ki, bunu mənə dəqiqliklə yoxlayın ki, həqiqətən də mən bunun keyfiyyətini bilmək istəyirəm. Yoxlamışıq, demişik ki, standartların tələblərinə uyğun deyir. Axırda qayıdıb ki, yox, mənə o lazım deyir. Onda bir zəhmət olmasa buna bir raport yazın ki, o yaxşıdır.
tam əks bir. Bəs onda niyə Miray? Bəli. Onda niyə müraciət Bəli. edirsən? Onu soruşursan ondan. Deyir ki, mən üçün ki, yox, onda məndə keçərlidir. Hətta tamaşa dinləyicimizin sualına başqa bir də cavab verərdim mən ki, o maraqlı olsun. Yaxınlarda bizim başımıza belə bir hadisə gəldi. Böyük bir tədqiqatçı şirkətdir, bir layihə üçün dəmir bildiyimiz o tinlər gətirirlər, hansı ki divarlara yapışdıracaqlar və bunun üstə galvaniz, üstə nə bilim boya, filan bəhmən və bundan bir 10 minlərlə sifariş götürüb, sifarişçi qəfil gəlir ki, bəs bunu bizim üçün yoxlayın. Biz yoxlayırıq və deyirik ki, sizin tələblərə uyğun deyil. Burada bir sözün ortalığa çıxır. Tədqiqatçı şirkət özü də bilmir ki, sifarişçi ona sifariş verib. Necə bilmir? Standartı bilmir ona görə. Yəni bilmir o standartın tələbləri nədən ibarətdir. Yəni qeyd olunmuyub bu? Yox, qeyd olunur. Bax Sadəcə təsəvvür eləyin ki, məsəl üçün tələblərdə belə bir qayda var. Misal olaraq deyirəm də. Mən qayıdıb deyirəm ki, Samira xanım, mən üçün 97-12 ISO standartına əsasən burada qaynaq işləri görərsiniz. Bir kəlmə, bəli. Bir kəlmə. Aha. Və o standart özü bir 100 səhifədir. Təsəvvür edin, söhbət nədən gedir? Yəni bizim məsuliyyəti, yəni istəyirəm ki, o dinləyici onu izah edə bilimi. Və biz o 100 səhifəlik standartın bütün kriteriyalarını, hamısını bir yerə yığırıq və ondan sonra deyirik ki, hə, adama bu lazımdır. Yəni hal-hazırki durumunda bu lazımdır. Burada məlumatçılığını deyim ki, Baku Inspection Solution həm akkreditasiyadan keçmiş bir qurumdur, həm də dövlət tərəfindən Fövqəladə Hallar Nazirliyindən və İqtisadi İnkişaf Nazirliyindən lisenziya ilə təmin olunmuş bir şirkətdir. Yəni bizim bilavasitə birbaşa hüququmuz çatır ki, üçüncü tərəf kimi yoxlayıb rəy verə bilək. Dövlət reyestrində. Bəli. Həm lisenziyamız var, həm akkreditasiyamız var bu sahələr üzrə ki, birbaşa yoxlayıb onlara rəy verməkdən ötürü. Mesela burada problem onda yaranır ki, tərəf özü bilmir nə istəyir. Tərəfin özünün xəbəri yoxdur istəyindən. Tərəf orada standartın adını görübsə, yəni ki, bu qədər bəsidir. Yaxşı, bir dənə də sual gəlib sizə. Bir məhsul və ya bir xidmət keyfiyyətlidir deyiriksə, burada şərt nə olmalıdır? Bayaq qeyd elədiyim kimi, bilavasitə onun keyfiyyəti üstündə qeyd olunmuş standartın tələblərinə uyğun gəlib gəlmədiyini yoxlamaq. Yox, əgər bunu mən gedib alacamsa, bilməyəcəmsə və standartın tələblərindən də xəbərim olmayacaqsa, ondan ötürü biz varıq da. Yəni bizə müraciət edə bilərsiniz. Keyfiyyətə nəzarət mexanizmləri deyək ki, bir gün dayansa, ümumiyyətlə, yəni dəyişsə, nə bilim, başqa cür necə adlandırım, dayansa desəm daha yaxşı olur. İstəyirsiniz mən onu rəqəmlə deyim sizə. Aha. Yəni nə baş verər? 1 milli nə qədər olduğunu hamımız birlikdə. 1 millidə 1000 mikron var. Ölçü vahidi olaraq. 1 millidə 1000 mikron var. Təsəvvür edin ki, biz deyəndə ki, bu səthin üzərində 50 mikron boya var. Təsəvvür edin, 1 millinin 20də birindən söhbət elədim sizə. Milli bilirik ki, nə qədər kiçikdir. Və onun 20də birindən sizdən söhbət elədim. Onun üzərindəki dəyişkənlik 10 mikron bilavasitə həmin məhsulun keyfiyyətinin, ömrünün 3 dəfə azalmasına səbəb olur. 3 dəfə? Gətirib gör hara çıxarır. Yəni eyni zamanda onu da qeyd etmək istəyirəm ki, mən ixtisas olaraq, sahədə olaraq həm bu inspeksiya sahəsində, həm də özüm korroziya sahəsində mütəxəssisəm. Və korroziya sahəsində ilk dəfə olaraq öz dərsliyimi yazmışam və bu barədə şirkət olaraq da biz həm də treninqlərlə məşğuluq və mühəndis sahələrində dərslər keçiririk və bu sahəndə korroziya sahəsində dərslərini keçirəm. Yəni təsəvvür edin ki, bu təlimləri indi də aparırsınız. Bəli, hal-hazırda aparırıq və beynəlxalq sertifikatla da təmin edirik. Amma bugünkü gündə korroziya bilirsiniz nədir? Korroziya həyatda nə görürsünüzsə görün, hamısı korroziyaya uğrayır. Daşı da, divarı da, belə deyək. Bəli, metalı da, taxtası da, çubuğu da, hamısı. Bizim məqsədimiz, yəni insanın məqsədi, yaşam məqsədi bundan ibarətdir ki, mən təbiətin yaratdığına davam gətirməkdən ötürü özümü müdafiə etməliyəm. Necə ki, Allah bizi yaradıb bədənimizə bir dəri örtüyü verib, təsəvvür edin ki, bir açıqda qalsaydı olardı, hamısı mikroblarla da olardı. Necə ki, biz bədənimizə paltar geyinirik, özümüzü müdafiə edirik, örtüklər soyuqdan və yaxud da istidən fərq eləməz. Necə ki, biz hər hansı bir evimizdə daxil olanda divara bir
kağız aboid örtüyü deyirik və yaxud da boya örtüyü edirik. Divar kağızı, bəli. Yerə həmçinin həmin formada laklar vururuq, falan edirik. Boya. Təsəvvür bunlar hamısı korroziyadan müdafiədən ötürü olan vacib şərtlərdir. Və həyatın mənası bunun üzərində qurulur. Misal üçün, çox vaxtda deyirlər, mən deyirəm ki, gedək diş həkiminə deyəcək ki, sənin dişin üstün örtüyü gedib. O hərdən belə söz var, emalı gedib. Həmin o emal sözü bilirsiniz də sənayədə istifadə olunur da, emal boyalar da gedir də, yəni ki, və yaxud da ki, gedirsən başqa bir həkimə qadir, niyə görə insan üzərində daha tez bunu bilirik biz, insan ona görə ki, axı biz həssasıq, canlı yox da, o hiss edir, axı problemimiz var, qayda edir ki, dərin yanıb günəşin altına çıxma, niyə? Üstün örtüyü getdi, gözün örtüyü getdi və bütün bunlar hamısı, korroziya budur, təsəvvür edin ki, yaşadığımız axı cansız heç nə yoxdur. Hər şey canlıdır. Doğrudur. Yeni biznes quranlara da yəqin ki, ilk tövsiyəniz elə o olacaq Zülfüqar bəy ki, yəni keyfiyyətə bir mənalı şəkildə nəzarəti artırmaq lazımdır. Yəni ki, artırmaq lazımdır ki, mən deyərdim ki, əgər siz bu sahəni bilmirsinizsə, heç bu o qədər də qorxulu deyil. Siz keyfiyyətə nəzarət mütəxəssislərini dəvət edib. Bizim özümüzü də dəvət edin. Hətta bizim işlərimizdən də biri ondan ibarətdir ki, bir çox şirkətlərlə biz həm konsultasiya, həm ümumiyyətlə şirkətlərdə qurulan sistemin özünə, keyfiyyətə nəzarət sisteminin özünə də birbaşa dəstək ola bildik. Və yaxud da ki, şirkətdir, misal üçün bir layihə götürüb işləyir, ta ki, 2 aylıq, 3 aylıq bir layihədir. Onun keyfiyyət işçilər yığmağı bir balaca çətin ola bilər. Onun üçün ki, həmin qısa müddətdə biz oradan təmin edirik ki, onun keyfiyyət işçilərini də təmin edirik. Özümüz də həmin layihə nəzarət edirik ki, keyfiyyətdə onu təhvil verə bilək. Yəni, bu yer. Yəni, keyfiyyətə nəzarət deyiləndə yalnız test olaraq yoxlamaq getmir. Həm orada personalın yığılması, kvalifikasiyasının olması, bu işlərin görülməsi və başa çatdırılması kimi. Baxın, siz danışdıqca mən çox diqqətlə qulaq asıram da sizə bayaqdan elə fikrimi o çəkir ki, yəni keyfiyyətə nəzarəti tövsiyə edən və yaxud da ki, onun mexanizmini izah edən şəxs ola bilər. Amma razılaşın ki, burada həm də güclü bir idarə etmədən də söhbət gedir də. İdarə etmə o qədər vacibdir. Çox vacibdir idarə etmə. Çox vacibdir. Mən elə ona görə vurğuluyorum. Yəni bu təsadüfi olmur. Keyfiyyətə nəzarətdən danışırıq və yaxud da ki, keyfiyyət elə belə yaransın, təsadüfən yaransın. Belə şey olmur. Bu güclü idarə etmə sayəsində. Axı qeyd elədim. Keyfiyyət idarə etmə sistemi və keyfiyyətə nəzarət. Bunlar kiçik bir yerdə gedirlər. Bəli. Təsəvvür edin ki, şirkətlər ona görə bu sertifikatlar alırlar özlərinə. Birinci keyfiyyətə idarə etmə sistemini yaradırlar. Sonra keyfiyyətə nəzarəti orada başlayırlar tətbiq eləməyə. Hətta ingilis dilində belə gedir də, qısa forması var. Yəni dinləyicilərimiz içərisində bilənlər QA/QC gedir də, Quality Assurance, Quality Control. Yəni bu formada gedir. O hətta belə də yazılır qısa formada QA/QC. Yəni heç vaxt olaraq təkcə yazılmır bu formada. Amma bunun, yəni ki, bu keyfiyyət idarə etmə sisteminin özünün də problemi bundan ibarətdir ki, mən deməzdim, keyfiyyət idarə etmə sisteminin problemi var. Yox, keyfiyyət idarə sisteminin özündə keyfiyyətə nəzarət yoxdursa, hansı idarəçilikdən danışacaqsan? İndi sadəcə biz problemlərdən ona görə danışırıq ki, inşallah ki, gələcəkdə bunu heç olmasa aradan qaldırmaq üçün yəni çalışılsın, onun üzərində işlənilsin. Yəni o bayaq deyir sizə keyfiyyət standartları, onların hər birini dəyərləndirən şəxslər var, şirkətlər var. Mənə elə gəlir ki, gələcəkdə bunların sayı nə qədər çox artsa, bir o qədər də biz necə deyim, keyfiyyətli mənzillərdə yaşayarıq, keyfiyyətli məhsullar əldə eləyərik. Keyfiyyətli radiolarda olarıq, keyfiyyətli səs tempirlərimiz olar, keyfiyyətli yayımlarımız olar. Hətta misal üçün radionun özündə əyləşmişik. Mən buradan sizə radionun olan standartlarını saya bilərəm ki, neçəsini saya bilərəm ki, hansı standartlardan onları birbaşa aradan qaldırmaq olar. Yəni baxırsan ki, bunlar var, sadəcə bunlardan istifadə edirikmi, yoxsa yox? Bunu birazdan öyrənərik. Efirdən kənar öyrənərik. Görək studiyamızda, ümumiyyətlə radiomuzda standartlara uyğunluq çoxdurmu, yoxsa necə? Bunlara birazdan toxunacağıq. Mən bir daha xatırladıram. Bugün biz Bakı Inspection Solution şirkətinin təsisçi direktorunu Zülfüqar Hüseynovu dəvət etmişik ki, o bizə keyfiyyətə nəzarətdən danışsın və düşünürəm ki, qarşıdakı dəqiqələrdə də biz keyfiyyətin görünməyən tərəflərindən vaxt olacaq danışacağıq və müasir nəzarət mexanizmlərindən də bizə qonağımız danışacaq. Bu arada qonağımızla əlaqə saxlamaq üçün 055 290
45-15 nömrəsi ixtiyarınızdadır. Sağlam Radioya təşəkkürümüzü bildiririk. Bu şəraiti yaradıb bizim üçün. Hər gün, həftə içi hər gün sağlam rəqabətdə müxtəlif qonaqlarla burada sizi görüş gözləyir. Siz də iştirakçı olaraq, qonaq olaraq buyurun iştirak eləyə bilərsiniz, çıxış edə bilərsiniz öz şirkətiniz barəsində və yaxud özünüz barəsində, öz fəaliyyət istiqamətləriniz barəsində burada məlumat çatdıra bilərsiniz. Bu şəraiti biz sizin üçün yaradırıq. Bu gün də Bakı Inspection Solution üçün yaratdıq bu şəraiti. Təsisçi direktor Zülfüqar Hüseynovla görüşdük və bir balaca vaxtımız da var ki, bir neçə sualla da ona müraciət edirik. Zülfüqar bəy, deməli, mən belə başa düşdüm, hazırlaşdırırsınız, çalışdırırsınız, kadr yetişdirirsiniz, təlimləriniz buna görə var, nə yaxşı ki, davamda edir. Sertifikatla da təmin edirsiniz. Biraz da fəaliyyət istiqamətləriniz haqqında belə deyək, ümumiləşdirib danışsaq. Hal-hazırda şirkət olaraq inspeksiya və treninqlə məşğul olduğumuz kimi, inspeksiyanı mən istəyərdim ki, xüsusi vurğulayam, müayinə, istər tikintidə, istər yaşayış binalarında, istər hazır tikililərin yoxlanışında bilavasitə ki, buna çox böyük ehtiyac var. Biz bu işləri görürük. Sıfırdan başlayan inşaat işlərindən axıracan onların yoxlanılmasını öz üzərimizə götürüb, tam məsuliyyətimizlə onları yoxlayıb, düzgün məlumatları dəqiq və qərəzsiz, necə ki standartın özündə deyir ki 17.020-də sən dəqiq və qərəzsiz olmalısan, informasiyanı o cür verməlisən. Onları da təmin edə bilirik. Eyni zamanda bir çox sahələrdə, istər neft-qaz sektorunda, istər ümumiyyətlə İAŞ obyektlərinin yoxlanılmasında da fəaliyyət göstəririk. Yəni bu sahə o qədər geniş bir sahədir ki, müayinə sahəsi, bu sahədən saatlarla danışmaq olar. Məlumat üçün bizim saytımıza daxil olub, bisbaku.az saytımıza daxil olub, orada maraqlana bilərlər və yaxud da ki, bayaq qeyd edəndiyiniz kimi nömrələrə zəng edib daha informativ, daha bolğun informasiyanı əldə edə bilərlər. Yəni mən burada başa düşürəm, verilişimiz artıq sona yaxınlaşırdı. Hələ ki vaxt da var. Hələ ki vaxt da var. O deyir Nizami Gəncəvinin yaxşı bir söz var. Deyir kamil bir palançı olsa da insan yaxşıdır yarımçıq papaqçılıqdan. Məsələ burasındadır ki, biz çalışırıq ki, yarımçıq olmayaq. Yəni gördüyümüz işi tam, düzgün və keyfiyyətli şəkildə təqdim edək. Tövsiyəm isə bundan ibarətdir ki, ümumiyyətlə istənilən fərdi, sahibkar, kiçik, orta, fərq eləməz fiziki və hüquqi şəxslərin hamısına. Sadəcə hərdən bir əlinizi ürəyinizin üzərinə qoyun. Doğrudan da gördüyünüzün işin keyfiyyətinə əmin olmaqdan ötürü gecə önünüzdə rahat yatın. Yəni bu qədər hadisələr bəs eləmirmi? Görmürsünüzmü ki, istəyir insan qorunması, istəyir ətraf mühit qorunması, istəyir maliyyə qorunmasını istəyirsinizsə, bizimlə əlaqə saxlayın. Çox qısa zamanda biz onun həll yollarını, innovativ həll yollarını sizə təqdim edə bilərik. Hətta qeyd edeyim ki, bu yaxınlarda adını çəkməyəcəm layihənin, ona görə ki, biraz səs-küylü layihələrdən biridir. O layihədə çox ciddi bir problemlər yaranmışdı və biz orada araşdırma nəticəsində baxdıq ki, cəmi cümlətanı bir nəfərdən qaynaqlanır və onun səriştəsizliyindən bütün problem. Təsəvvür edin, layihənin problemi cəmi cümlətanı bir nəfərin səriştəsizliyindən qaynaqlanıb. Biz onu yerindəcə həll elədik, ora texniki əməkdaşla yönətdik. Yəni orada belə deyək də həm insani dəyərlər, həm ümumiyyətlə ki, maliyyə dəyərlərini qoruyaraq, hamısını saxlayaraq onu yerinə yetirdik. Şirkət də bizdən çox razı qaldı. Yenə də sual verirəm. Samira xanım deyir özünə, axırıncı dəfə evinizin nə vaxt yoxlatdırmısınız? Hətta belə zarafata salanda biz onu qayıdıb deyirik ki, sonra qayıdıb deyirsiniz ki, kabelim yandı, sonra qayıdıb deyirsiniz ki, borularım tutuldu, sonra qayıdıb deyirsiniz ki, falan hadisə baş verdi. Mən başa düşürəm, biz bunu hamısını kiminsə üstünə atmalı deyilik. Necə avtomobilinizi deyir, arada bir yoxlatdırmaq, yağını falan belə deyək ki, biz nəzarət ediriksə, daşınmaz əmlak da budur. İnandırım sizə, avtomobil haqqında saatlarla danışaram. Hətta bu yerin deyim ki, keçən il 10 bir bu avtomobil təmin mərkəzləri olurdu. O 5-10 usta bir yerdə belə bir formada. Mən onları gəzdim. 97%, 98%-ında mən standartı bilən bir usta görmədim. Hətta
bizim söhbətimiz o yerəcən gəlib çatdı ki, yəni mən bunu eləmişəm ha, yəni bunu kiməsə görə yox ha, şəxsi özümü maraqlanım ki, görüm həqiqətən də mən bu hiss elədim. Siz hər yerdə müşahidə edirsiniz, bəli. bəlkə də o bayaq qeyd elədiyiniz kimi də bu başqa da bir xoş bir xəstəlikdir. Bəlkə də bir yaxşı bir şeydir, bəlkə də bir pis şeydir, deyə bilmərəm də. Axırda məqam o yerə gəlib çatdı ki, mən avtomobil ustalarının birinə söhbət eləyəndə qayıtdım dedim ki, mən sənə tam səmimi soruşum da, biraz da yaxınlığımız var idi. Bir-iki dəfə getmişdim yanına. Sən deyə bilərsən ki, niyə belədir? Gətirdi oğlunu göstərdi ki, oğlunu göndərib oxumağa bu standartlarla birlikdə. Təsəvvür edin ki, mən çox sevinirəm ki, insan artıq onu başa düşür ki, həqiqətən də bu lazımdır. Məlumatı qeyd edeyim. Artıq 4 ildən yuxarıdır ki, kanalımız, o mütəxəssis ol kanalımız YouTube-da gedir. Mən sizə bir rəqəmi deyəcəm, bu vacib bir rəqəmdir. 100-dən yuxarı insanı ixtisasa yönətmişik fikir olaraq. Nə yaxşı. Mən baxacam yenə də, baxacam bir də o Təsəvvür edin ki, adamlar ki, izləyəcəm. 35 yaşında insanlar, 40 yaşında insanlar zəng edib ki, mən filan ixtisası öyrənmək istəyirəm. Deyirəm, getdi filan yerdə öyrən. Məndə yoxdur, amma filan yerdə var. Mən sizə onun yerini göstərə bilərəm. Məsələn, Instagramda canlıda olursunuzmu? Yox, orada da artıq hər şey vaxt orada da tapmaq amma olmaz ki. yenə də məsələn, ünsiyyət yarana bilər, hardasa kömək edə bilərsiniz, dəstək ola bilərsiniz, düzdürmü? Bəli. Belə, bir daha sonda xatırladım. Zülfüqar bəy ilə əlaqə saxlamaq üçün 055 290 45 15 nömrəsi ixtiyarınızdadır. Bu arada bir daha xatırlatma edim ki, qonağımız Bakı Inspection Solution şirkətinin təsisçisi, direktoru idi. Bugün sağlam rəqabətdə idi Zülfüqar Hüseynov. Minnətdaram. Çox sağ olun, mən sizə minnətdaram. Sağlam rəqabət, mütəxəssis ol. İkisi bir arada. Təşəkkür edirəm bir daha gəldiyinizə görə. Sağ olun. Sağ olun.